Qulaq asın bu Kazaka zəhmət olmasa, qulaq asın. Язык наш на Дону, я ректору сейчас говорил, когда мы были в госуниверситете в Карачаевском, о том, что на Дону до 1917 года донские казаки разговаривали на тюркском языке все. Почти каждой семье разговаривали на кыпчакском языке. И назывался он домашний язык. Лев Толстой об этом тоже. И Лев Толстой писал об этом. И Кутузов даже писал. Я как бывший офицер, бывший военный, я изучал историю военного искусства. Я, особенно когда изучал биографию Кутузова, был в музее Кутузова, его письма читал. Он пишет: наконец мне прислали толмача, я теперь буду хотя понимать, о чем говорят казаки. Вот. Казаки говорили на тюркском языке, на кыпчакском языке. Назывался домашний. Почему домашний? Потому что казаки ушли в армию, 25 лет в российской армии служили. Командовали русские офицеры в основном там. Вот, команды на русском языке были. И за 25 лет они много забывали в своем языке. И вернувшись домой, они заново пытались свой язык восстановить. И вот сейчас не зря ректор сказал, да, одна из задач — восстановить наш язык, восстановить наш тюркский язык. У нас много, вот словарь казачьих слов изданы в госуниверситете Ростова, 18 тысяч слов, из них 75% тюркских слов выведенных из тюркского кода. Мы один с вами народ. Наступило время нам дружить как можно сильнее, общаться. Eşitlisin deyir, müəddin s vami, yəni türklərin, o Qaraçaylılar da onun yanında deyanırlar. Şimali Qafqazda yaşayan Qaraçaylılar, Qaraçaylılar öz türk dilini saxlayırlar. Bu videonu mən yarımçıq saxlatdırdım. Ondan sonra deyir ki, biz Qaraçaylıları çox sevirik, çünki siz yiğitsiz, öz dilini saxlamısınız, biz saxlaya bilməmişik. Biz yəni kim Kazaklar? Это какие ваши казаки? Kazaklar bizim Kazaklardır. Dillərini unudublar. Niyə? Çünki 25 il idi o vaxt hərbidə xidmət eləməyə Rusiyada. Evdən gedən cavan oğlan 25 il orada qalırdı, dili yadına çıxırdı. Ona görə də türk dilinə, Kazaklarda damaşni yazıq deyirlər. Çünki əsas qadınlar o dildə danışırlar evdə, öz dillərində. Yəni bizim dilimizdə, bax bizim türk dilində, bizim dildə danışırmış Kazaklar. 1917-ci ilə kimi, sonra Lenin kəs-küs eləyib bunları ruslaşdırıblar. Amma bu naşı Kazaki deyil, это naşı Kazaki. Və o da ayılır. Deyir, biz indi təzdən öz sözlərimizi bərpa edirik. Onsuz dilimizin 70% türk sözləridir. Onların Kazakların danışdığı rus dili. Və deyir, biz öz dilimizdə danışacaqlar da. Türklük yenidən yüksəlir. Xomneynin, o birisinin, bu birisinin təlaşı boşunadır. Kazakların içində belə türklük yüksəlir. Və o tatarların da, başkurtların da, çuvaşların da, tuvalların da, yakutların da, xakasların da hamısının o türklüyü yüksəlməkdədir. Dağıstanda da olan qardaşlarımızın, Kumukların da, Qaraçaylıların da, Balkarların da, Noqayların da, Abar qardaşlarımızın da, Ləzgi qardaşlarımızın, onlar türk dilli deyirlər, amma onlar bizim qardaşlarımızdır. Oradakı xalqlarla biz qardaşıq. Dədə babadan qardaşıq. Və bu türklük yüksəldikcə onlar da bizimlə birlikdə öz azadlıqlarına və öz özgürlüklərinə çatacaqlar. Mütləq çatacaqlar. Ən əfsusda bu ərazidə Türk xalqlarının, Türk millətinin ən sayca böyüyü və ən tarixçə qüdrətlisi bizik. Sayımız 50 milyondur. O yüzden də buradan Təbrizə, Reyə, Rəşdə, Ərdəbilə, Zəncana, Xoya, Urmiyəyə, Dərbəndə sevgimiz, salamımız var. Təşəkkürlər, Tanrı sizi olsun.